Salam əziz dostlar, bu gün mənə hədiyyələr gəlibdir futbola aid. Daha doğru, biri futbola aid deyil, sadəcə ikisi mənim 3 dənə hədiyyə veriblər mənə. Bəli, birincisi futbol kartından başlayaq. Neymar. Burada mən bir deyəcəm hansı futbolçular çıxdı. Neymar çıxdı. Haaland çıxdı. De Bruyne çıxdı. Barella çıxdı. Kvaratskhelia çıxdı. Paqueta çıxdı. Thomas Müller çıxdı. Və axırıncı nədir adı? Darwin Núñez çıxdı. Bəli dostlar, bu da belə Ronaldo şəklində, belə deyəsən səhv eləmirəmsə bloknotdur. Belə Ronaldo şəklində. Belə göstərim sizə. Yəni burada da ruçkası var. Yazmaq üçün belə. Yəni Ronaldo şəklində. İçini burada bağlanmış yeri var. Açırıq. Açıldı. Ruçkasını götürürük, ruçkası. Əgər yazmağı bitirdinizsə, buradan belə yeri var. Oradan bu yerindən yuxarı eləyirsiniz və ruçka yox olur, ucu. Və bunların içində nələr yazılır? İstəyirsiniz, dərsinizi zadı qaralama kimi istifadə edin. Əslində istifadə eləməyin də, yəni qaralama kimi. İstəyirsiniz oyunları yazın, dəstəklədiyiniz komandaların oyunlarını yazın futbolla. Mən təbii ki, bunu seçdim ki, dəstəklədiyim komanda, yəni Kəpəzin oyunlarını yazacağım. İndidən yazmışam Kəpəz Sumqayıt 11 may 18:00. Bu arada bunu da deyim, növbəti oyunumuz Sumqayıt ilədir. 11 may 18:00-da start götürəcək inşallah. Yəni bunu da gördünüz. Ruçkası yaddan çıxdı qoymaq. Nəysə, bəli. Ruçkasını da qoyduq. Axırıncı hədiyyəmiz tapancadır. Bu nədir? Bu nədir? İndi sizə göstərəcəm. Bu əslində normaldan bir oyuncaq tapanca deyil. Bu əslində bir oyuncaq deyil. Bu əslində bir ruçkadır. Ruçka. Burada belə fanarı var, yəni. Yaxşı ruçkanı yazanda yaxşı görməyənlər üçün belə fanarı yandırırsınız. Belə yaza bilərsiniz. Əslində bunu nətər yazırlar? Ruçkası zad yoxdur, görünmür deyilsinizsə, indi sizə göstərəcəm ruçkasını. Bunun baxın, bu ucu var, ucu. Bax bu fırlanan. Bunu çıxardırsınız. Və bu əslində bir ruçkadır. Bunun ucu görürsünüz. Yəni, belə də göstərim sizə. Bu əslində bir ruçkadır. Bəli, gözəl bir ruçkadır. Və sonra bunu yerinə taxmaq təbii ki olur. Yəni bunu deməyimə ehtiyac yoxdur. Belə taxırsınız. Buradan da işığı yanır, yəni görürsünüz. Bəli dostlar, videomuz da bu qədər idi. Çox sağ olun. Özünüzə yaxşı baxın ki, növbəti videoları qaçırmayasınız. Daha doğrusu bildirimləri də açın ki, növbəti videonu qaçırmayasınız. Abunə də olun, bildirim də açın ki, növbəti videonu qaçırmayasınız. Çünki siz abunə olub bildirimləri açanda mənim paylaşdığım videolar sizə bildirim olaraq gəlir. Bəli.
Abunə olub like atmağı unutmayın. Bildirimləri açmağı unutmayın. Takip etməyi unutmayın. Yorum yazmağı unutmayın qətiyyən. 400-ə çatmağımıza zəhmət olmasa 400 olaq. 400 abunə olaq. Hələlik.